hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canına, qanına keçməyə hazıram. Hər kəsin özünün döyüş mövqeyi var orada. Hər kəs həmin mövqeydən düşmənə sarsıdıcı zərbə endirir. Amma Teymurov Pəncəli öz mövqeyini tərk edərək digərlərinin yanına gəlib onlara köməklik eləyir, dəstək olur. Və döyüşə-döyüşə də uca səslə belə bir səs çıxardır, deyir ki, kimin önündə düşmən daha çoxdur, mənə desin. Bütün əməliyyatlarda o düşmənə sarsıdıcı zərbələr göstərmişdir. Həqiqətən düşmən belə onun adı gələndə lərziyə düşürdü. Pəncəlinin ixtisası sırf istehkamçı idi. Mən də onun köməkçisi olmuşam. Yəni minanı zərərsizləşdirən belə deyək də. Bizləri də puxtələşdirən, istehkamçı kimi, bizi uzman kimi yetişdirən xidmət vəzifəsində yerinə yetirən şəhid olmuş polkovnik leytenant Miryev Telman. 2016 aprel döyüşlərində tabor komandı kapitan Mühit Orucov bir yerdə Murovda 18 nəfər gələn Uralın içində şəxsiyyəti yüksək dağlıq ərazidə istiqamətləndirici mina qoyub partlatmışlar, 18 nəfəri məhv eləmişdir. Pəncəli ilə onun köməkçisi elə bir orada partlayıcı maddə ilə partlatmışlar ki, düşmən orada şoka düşmüşdü ki, bu boyda arxada gəlib bunlar yerinə yetiriblər. Xarici kurslarda olub, paraşüt kurslarında olub, antiterror kurslarında olub, şiddətli soyuqlarda müharibə kursu. Bütün bu kursların hamısı müvəffəqiyyətlə keçirilmişdir. Həqiqətən onun bilik və bacarığına hər kəs heyran qalmışdı. Özü həmişə deyirdi ki, mən Azərbaycan Respublikasının milli qəhrəmanı olacam. Amma torpaqlar azad olunduqdan sonra. Yəni torpaqlar nə qədər ki azad deyil, mən milli qəhrəman arzulamıram. Mən öz qəhrəmanlığımı döyüş meydanında göstərəcəm və həqiqətən də göstərdi də. Qafqaz Qartalı təlimində getmişik Türkiyədə. Orada 8 dövlətin xüsusi təyinatları var idi. Bizdə ilk tapança atışını atdı rəhmətli milli qəhrəmanımız Teymurov Pəncəli. Türklər onun atışına məhdər qaldı. Barettadan birinci səfər 25 metr məsafədə rehinə hədəfə Teymurov Pəncəli 5 güllə vermişlər. 5-ini də düz rehinə hədəfdə vurmuşdu. Türklər orada Özəl Qüvvətlər komandanına dedi ki, sizdə bu silahdan var. Bu silahdan birinci səfərdir görürük. Əlimizə atmışıq, bir də yerimizdə təlim məşq eləmişik. Birinci səfərdir ki, bunu atırıq. Türklər özü məhdər qaldı ki, siz birinci səfərdən bu atışı necə yığa bilərsiniz? 17 illik xüsusi təyinatda böyük bir tarix yazdı öz adı ilə və 2016-cı ildə 3 günlük müharibədə demək olar ki, öz qanları ilə bir neçə qəhrəmanımız orada şəhid oldu. Böyük bir tarix yazdılar. Zəfərin birinci pilləsi demək olar ki, aprel müharibəsindən başladı. Pəncəli mənim 3-cü övladımdır, 2-ci oğlum. Onun xarakteri, onun davranışı bütün uşaqlar arasında fərqli olub. Bir işə ki girişdi, o işi tamamlamasaydı o rahat olmazdı.
düşmənin gələn bir qüvvəsi vardı, kolon. O kolonun qabağını kəsdi adam tək başına. Biz də atəş dəstək və hücumdan, mühafizədən onlara dəstək olduq. O boyda kolonu hamısı məhv elədi. Siz təsəvvür edirsiniz, halbuki həmin o düşmənin o texnikasının içində düşmənə silah-sursat, təchizat gəlirdi, təminat gəlirdi. Təminatın qarşısını aldı adam. Lənkəranda yaşayıram. Həmişə işdən çıxanda, həmişə əlaqə saxlayardı məndən. Gəlib məni götürərdi atamın evinə, dükanda gələrdi. Çox yaxşı, həmişə axtarardı. Fəxr eləyirəm ondan. Belə bir qardaşım var. Xocalı faciəsini görəndə, o deyərdi mən onların qisasını alaram. Aldı da. Novruz bayramının 21-i gecəsi məndən danışdı. Bayramımızı təbrik elədi. Axırıncı danışmamız oldu. O qabaq olub hərbidə, mən sonradan getdim. O çox şeyi mən ondan öyrənirdim. Mən az müddət oldum, o uzun müddət idi. Çox şeyi ondan öyrənirdim, götürürdüm. Nəsə çətinliyim olanda, nəsə bilməyəndə ona zəng edib, ondan soruşurdum, o mənə yol göstərirdi. On 18 yaşda hərbi xidmətə yola saldıq. Onun hərbi xidmətdə olmasını 11 ay davam elədi. 11 ayda gördüm, evə gəlir. Dedim, oğlum, məzuniyyətə çıxıb gəlmirsən? Dedi, yox, ana, mən hərbidə qalacağam. Əvvəlcədən elə deyirdi ki, mən getsəm, hərbidə qalacağam. Mən o torpaq üstə, o qocalar, uşaqlar görərdi, o 92-ci il müharibə vaxtı onları görəndə ondan asılı olmazdı. Deyərdi ki, mən getsəm bunların qisasını alaram. Sənədlərin hamısını yığdı, götürdü, getdi. Yenə də qayıdıb gəldi, bir ay ona vaxt vermişdilər, bir ay evdə qaldı. O, bu bir ayda bütün bu dağları gəzdi. Hələ gəzirdi, bu səhər çıxıb gedirdi, axşamçağı gəlirdi. Bir ay tamam oldu, biz onu hərbi xidmətə yenə də hərbi xidmətə yola saldıq. Daha biz Pəncəlini nə duya-duya görmüşük, nə ondan bir kəlmə söz eşitmişik. Onun evə gəlişi vaxt olub, bəlkə 5 dəqiqə olub. İlk dəfə 2010-cu ildə mən onu gördüm. İlk baxışdan bizə aid oldu ki, yüksək təcrübəyə malikdir bu şəxs. Yəni biz hər bir hərbi qulluqçu xüsusi təyinatlı qüvvələr mənsub olaraq onun bütün döyüş və bacarığına heyran qalmışdıq. Hər kəs ondan nəyisə öyrənməyə çalışırdı, həqiqətən. Və kimlərsə ki, belə deyim də, işinə səthi yanaşırdı, onu yaxşı mənada tənbih edir ki, sən öyrənməlisən, sən nəyisə bacarmalısan. Torpaqlarımız işğal altındadır. Mütləq surətdə sən bizim bilik və bacarığımızdan yararlanmalısan. Hər kəs də buna əməl edirdi. Evə gələndə də sağda bir şəxs kimi gəlirdi. Heç kim bilmirdi bu, hansı işin sahibidir, onu yəni bildirmirdi bu. Amma bir gün yəni onun elədiklərinin canlı şahidi oldum elə bil ki. Getdim onun evinə, gəlin evdə tək idi. Soruşdum, bəs neçə gündür evdən çıxıb? Dedi, bəs 9 gündür. Dedim, bəs axı bir mesajdan, bir zəngdən zaddan eləyir, dedi, yox. Amma bir dənə mesaj yazıb ki, ya bu gecə gələcək, ya sabah gələcək, belə bir fikri söylədi. Səhərə yoxun evə gələndə, dedim, bəs harada idin? Bu qədər vaxtı dedi, işdə idim. İnan Allah, ona ikinci dəfə sual vermək olmurdu. Yəni, elə bir mimikamı deyim, sifətmi deyim, göstərirdi. O da utanırdı ikinci dəfə ona sual vermək. Mən baxmayaraq onu böyük qardaş dedim. Dedim, bəs xəbərlərdə axşam gördüm, 4 erməni hərbçisi minaya düşdü. Sifətindən hiss elədim, onun sifəti dəyişildi. Bir 10 dəqiqə, 15 dəqiqə də keçəndən sonra o özü mənə sual verdi ki, sən onu hansı kanalda gördün? Bəs o iş onun işi olub. Şəhid olandan sonra
Yəni döyüş yoldaşı tanışdı. Dedi, bəs ondan bir yerdə olmuşum. Həmən o düşməni məhv eləyən momentdə mən ondan bir yerdə olmuşum. Aprel döyüşlərində isə Teymurov Pəncəli xüsusi sevgi ilə o döyüşə atlandı. Xüsusi rəğbətlə, xüsusi sevinclə. Yəni necə deyim, insanın gözündən yəni qığılcım yağırdı ki, mən bu döyüşə girəcəm də, yəni bu döyüşdə düşmənə maksimum sarsıdıcı bir zərbə endirəcəm. Həqiqətən də belə oldu. O hansı qrupda olurdusa, hansı yarım qrupda olurdusa, həmin taborun, həmin yarım qrupun, həmin qrupun şəxsi heyəti sevinirdi ki, Teymurov Pəncəli bizdədir. Hətta hər kəs istəyərdi ki, Teymurov Pəncəli onun yarım qrupunda olsun, onun taborunda olsun. Çünki bilirdi ki, o hansı qrupda olsa, o hansı yarım qrupda olsa və yaxud da taborda olsa, həmin taborun verilən tapşırığı, qarşısına qoyulan əməliyyat mütləq surətdə uğurla icra olunacaqdır. Çünki bu adam hər kəsə dəstək olurdu. Bu adamın əsl vəzifəsi istehkamçı idi, yəni mina təmizləmə idi. Ona görə mina təmizlədiyinə görə bu bütün tapşırıqlarda, əməliyyatlarda öndə getməli idi. Siz təsəvvür edin ki, öndə gedən şəxsin üstünə düşən məsuliyyət arxadakılardan daha çoxdur. Niyə? Çünki bu həm ayağının altına baxmalıdır ki, mina var ya yoxdur, çünki yolu açmalıdır. Həm müşahidə aparmalıdır ki, qarşıdan düşmən bunu aşkar edə bilər ya yox, onu da nəzərə alırdı. Həm də ki, tapşırığın ki, koordinatı var idi, nöqtəsinə dəqiq çatmaq lazım idi. Yəni, 3 funksiyanı tək başına Teymurov Pəncəli yerinə yetirirdi. Bu da hər adamın işi deyil idi. Bu kəndin dağı daşı bilir bizim uşaqlığımız necə keçib də. Düzdür, uşaqlığımız elə bir çətin dövrə düşdü. Demək olar ki, o vaxtı çörək üçün növbə dururdu canlar. Bəlkə də biz 6 gündən, bir həftəlik bəlkə ac susuz qalmışıq da o vaxt. Vəziyyətin çətin dövr olan vaxt. Biz gedirdik, hansısa təsərrüfat işinin dalınca gedəndə dağlı, daşlı bir yer. Biz oradan çıxa bilmirdik. Amma o Şikə qalası var, 6-cı əsrə aid olan bir Şikə qalası var bizim kəndimizdə. Demək olar ki, o Şikə qalasını indiyə qədər heç kim tam olaraq gəzə bilməyib. Amma Pəncəli o Şikə qalasını tam olaraq hamısını qarış-qarış gəzirdi. Gənc nəsil gələndə birinci növbədə o şəxsdə Teymurov Pəncəlini axtarırlar. Həqiqətən ki, yəni Pəncəli kimdir burada, hardadır, kimdir onu mənlə tanış edin, biz bilək onu. Biz yolluyorduk onu Pəncəlinin yanına, Pəncəlini görəndə onlar heyran olurlar. Həqiqətən adamın vətənpərvərlik ruhunda idi. Adamın hər baxışında vətənin necə sevmək lazım olduğunu adama aşılayırdı, göstərirdi. Həqiqətən xüsusi tənəti qüvvələrin o onurğa sütunu idi. Onunla yanaşı bir çox şəhidlərimiz, bir çox qəhrəmanlarımız var ki, onunla yanaşı eyni şücaətə malik idilər. Amma hal-hazırda Teymurov Pəncəlini yəni hər kəs bilirdi. Hər kəs bilirdi ki, necə bir şücaətə malikdir. Ailədə 7 uşaq olmuşuq. O 3-cü uşaqdır Pəncəli. Uşaqlıqda çox belə canyovar idi də o. Heç nədən qorxmurdu. Heç nə. Balaca olanda elə ondan bilinirdi ki, o igiddir, vətənpərvərdir. Hətta hücum yarım qrupunun zabiti belə ilk növbədə hər hansı bir tapşırığın icrası üçün şəxslər seçiləndə Teymurov Pəncəlini ilk növbədə seçirdi. Çünki onun təcrübəsindən zabitlər, gizirlər yararlanırdı. Çünki onun qərar vermək qabiliyyəti var idi. Çünki Teymurov Pəncəlinin liderlik qabiliyyəti var idi. Ani qərar vermək qabiliyyətinə malik idi. Əməliyyatların birində bir tapşırıq var idi ki, orada Teymurov Pəncəli heyətlə bir yerdə o tapşırığı icra etməli idi. Amma proses elə baş verdi ki, bizim düşündüyümüzdən fərqli bir hal aldı. Yəni düşmən bizim gözlədiyimizdən fərqli bir istiqamətdə gəldi. Həmin vaxtda biz qıraqda bunun mühafizəsini təşkil edirdik. Buna baxmayaraq ani bir qərar verdi və düşməni məhv elədi. Siz təsəvvür edin ki, yəni biz bu tapşırığın icrası üçün 4 ay, 5 ay hazırlaşırıq.
ki tapşırığın taktikası bu qaydada olacaq. Bu qaydada girəcəyik, çıxacağıq, bu qaydada məhv edəcəyik. Amma Teymurov Pəncəli ani bir sürpriz deyirlər də bunu. Sürpriz an oldu. Həmin sürpriz anda özü qərar verdi və düşməni məhv elədi. Tapşırıq da uğurlu icra olundu. Toy boyun almadı. Bizim də başımız çıxmadı ki, bu toy niyə boyun almır? Hələ danışardım Pəncəli, yaş keçir, toy eləyək. Deyirdi, ana mənlə işin olmasın. Bütün uşaqları evləndir, axırda mən evlənərəm. Bizim arzumuz var idi ki, Pəncəlinin toyu öz həyatımızda eləyər. Bu həyatda onun toy mağaranı qurduq. Onun toyuna bəlkə də 100-150 hərbiçi gəlmişdi. Axşam oldu, ayla gəlib toyxanaya gəlirlər. O mikrofonu əlinə alıb, o sözləri özünə arzu elədi. Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmağa getsin. Mənə çox dəstək olurdu. Qərarımda həmişə arxamda dururdu. İnsana kömək eləmək çox sevən biri idi. Dürüst insandı. Onun şücaətləri əməliyyatlarda özünü çox göstərmişdi. Praktikası həqiqətən çox idi. O adam bir yerdə durmurdu. Kitablar oxuyurdu, tarix kitablar oxuyurdu. 92-93-ün müharibələrində olan kadrlara baxırdı. Çox pis olurdu, kövrəlirdi. Biz hər anım günlərində Xocalı soyqırımında, digər onların bizə törətdiyi vəhşiliklərin kadrlarına baxanda Pəncəli bir gün özünə gələ bilmirdi. Deyirdi ki, mən bu qisası alacam. Belə olmaz. Yəni, təlimlərdən çox döyüşə üstünlük verirdi. Teymurov Pəncəli bütün əməliyyatlarda hücum yarım qrupunda olurdu. Yəni, qaynar nöqtədə olmağı sevirdi. Erməni polkovniyi general rütbəsi almağa gedərkən yolda onu pusuya salmışdı, düşməni məhv eləmişdi. Ona görə ona cənab prezident Yedləyirə medalı ilə fərman verdi və təltif elədi. Hələ 2015-ci ildə. Sonra Türkiyədə paraşüt kursu keçirilmişdi. 6 ölkə arasında 94 balla orada birinci yeri tutmuşdu. Yəni çətindir. Bu demək rahatdır, amma orada həmən o fəaliyyəti yerinə yetirmək çox çətindir. O bütün ixtisasları mükəmməl bilirdi. Yəni, bizdə sanitar əgər yaralansaydı, baxmayaraq ki, Teymurov Pəncəli istehkamçıdır, sanitarın vəzifəsini yerinə yetirmək qabiliyyətinə malik idi. Bizdə hər hansı bir radist yaralansaydı və yaxud da şəhid olsaydı, Teymurov Pəncəli onun rabitəsini götürüb əlaqə saxlaya bilərdi. Yəni, bu qabiliyyətə malik idi. Siz təsəvvür edin ki, bu üç funksiyanı eyni vaxtda yerinə yetirirdi. Həm burada əzmkarlığını göstərirdi, həm o bilik və bacarığını orada aşılayırdı, hər kəsə örnək olurdu. Ondan arxada gələn bütün xüsusi təyinatlı qüvvələr mənsubu əmin idi ki, biz heç bir minaya düşməyəcəyik, biz koordinata düzgün çatacağıq və əməliyyat düzgün şəkildə icra olunacaqdır. Çünki Pəncəli orada idi. Aprel döyüşündə də eyni qaydada. Döyüş başlayan anda mina təmizləmək üçün Teymurov Pəncəli öndə getdi. Bütün xüsusi təyinatlı qüvvələr mənsubu onun arxasında. Əmin idi ki, bu tapşırığı biz uğurla icra edəcəyik. Həftədə maksimum 2 dəfə görürdüm də onu. Onun üçün çox çətindir. Yəni iş barədə də danışmaq olmurdu da, yəni onunla danışırdı, amma ehtiyatla. Yoldaşım bayırda başqa insan olub. Hərbi hissədə, işdə başqa insan olub, evdə də tam başqa insan olub. Yəni evdə gülərüz olub, insanları sevən olub da, torpağı sevən olub, vətəni sevən olub. Bir dəfə bir yerdə oturmuşduq, elə belə iki qardaş söhbət edirdik. O bir tapşırıqdan gəlmişdi həmən gecə. Söhbət oldu, xeyləm danışdıq. O dedi, bir gün tez, bir gün gec, mən bu adı alaram, yəni milli qəhrəman adını mən alaram. O bircə sağ olaydı, yəni bu sağ olan dövrü bu adı alardı.
Teymurovların qanında vətənpərvərlik çox yüksək roxda olub da. Bizim babamız, ulu babamız Teymur kişi hələ Cumhuriyyət dövründə Ruslarla bu dağlarda döyüşüb müstəqillik əldə eləmək istəyir. Bir nənəmiz var idi, Bacı xanım. O həmişə öz babasından danışırdı ki, belə qoçaqlıq elirdi, belə elirdi, müstəqillik üçün çalışırdı. Talışkənd istiqamətə çatanda orada bir səngər vardı. O səngərə qədər Teymurov Pəncəli bütün minaları təmizlədi, xətt açdı. Hər bir şəxs, su tənəti qüvvələr mənsubu həmin xətt üzərindən düşmən səngərinə daxil olduq. Orada 3 post vardı, yan-yana postlar var idi, düşmən postuydu. İlk növbədə tapşırıq sağ postu almaq idi. Pəncəli öndə gedərək rəhmətli kapitan Orucu Mühitlə bir yerdə o postu tək başına aldılar. Biz də onların mühafizəsini və atəş dəstəyini təmin etdik. O post alınandan sonra o qədər sarsıdıcı bir zərbə oldu ki düşmənə. Düşmən o növbəti postunu qoyub qaçdılar. Qaldı sol post. O sol postda çox qızğın bir mübarizə getdi. Pəncəligil orada düşmənin həmləsini yardılar və biz bir qrup olaraq oradan daxil olduq Talışkənd istiqamətinə. Və Pəncəligil bizə dedilər ki, siz narahat olmayın, biz buradayıq. Bütün postları yəni bağlamışıq. Düşmən bütün texnikası ilə ora hücum elədilər ki, həmin postu geri alsınlar. Baş nahiyəsindən yaralanmışdır. Özünə ilk tibbi yardımı görüb adam. Yəni sarıyıb, yenə döyüşə davam edib, amma bundan heç kimin xəbər yoxdur, bunu heç kim bilmir. Deməyib ki, şəxsi heyət birdən həvəsdən düşər, şəxsi heyət döyüş tapşırığının icrasında geri çəkilər. Siz təsəvvür edirsiniz, adam yaralanıb, amma heç kimə bildirməyib. İkinci dəfə yenə yoğun atış elədi, gördü ki, Teymurov Pəncənin səsi gəlmədi. Biz döyüşə-döyüşə mövqeyimizi ona tərəf yaxınlaşanda gördük yerdə kimsə var, amma silah əlində adam mövqeydə durub, tərpənmir. Pəncəlinin, yəni biz nəbzinə baxdıq, Pəncəli şəhid olmuşdu. Yenə həmin nahiyədən yaralanmışdı. Baş nahiyəsindən yaralanmışdı. Siz təsəvvür edin ki, Teymurov Pəncəli şəhid olub, amma öz mövqeyindən tərpənməyib. Ki, düşmən ən azı bunun o vəziyyətini görüb elə bilsin ki, bu sağdır və geri çəkilsin. Pəncəli Azərbaycanın milli qəhrəmanıdır. Qürurla deyə bilərəm ki, Pəncəli Azərbaycan xalqının mərifətli, igid, yəni namuslu, qeyrətli, şərəfli bir övladıdır. 18 yaşa qədər mənim övladım idi. 18 yaşdan sonra o Azərbaycan xalqının övladıdır. Mənə Pəncəli adını ona görə qoyublar ki, mənim dayım olduğuna görə. Çoxlu igidlər göstərib, Ağdamda, Tərtərdə döyüşüb. Bugün Azərbaycan milli qəhrəmanı Pəncəli Teymurovdur. Çalışacağam, onun kimi igid olum, qoçaq olum.